Bu sualda birinci qarışıqda deyir nə var? X var, Y var. Birinci qarışıq X var, bir də Y. İkinci qarışıqda Y var, Z var. Üçüncü qarışıqda isə Z və X-dir. İndi bir başlayaq yazaq. Birinci qarışıqda Y-ın kütlə payı 25%. 25 bərabərdir Y bölünsün. X üstə gəlsin. Y vur 100. Burada 4Y bərabərdir. X üstə gəlsin Y-a. 3Y bərabərdir X-a. Aha. Keçək indi ikinci qarışığa. İkinci qarışıqda Y və Z var. Y verib 10%. 10 bərabərdir. Y bölünsün. Y üstə gəlsin Z vur 100. O da edir 10Y bərabərdir. Y üstə gəlsin Z. 9Y bərabərdir Z-ə. 9Y Z-ə bərabərdir. Sonra üçüncüdə isə X istəyir bizə. Üçüncüdə deməli X Z idi. X bölünsün Z üstə gəlsin X vur 100. O da bərabərdir. X-in yerinə yuxarıda bax 3Y-dır, düzdür? 3Y qoyacaq bölünsün. Z-in yerinə 9Y üzərinə gəlsin. X-in yerinə yenə də 3Y vur 100. O da bərabərdir. 3Y bölünsün 12Y vur 100. Y-lar gedir. 4 qalır. Bu da 25%. Deməli, X-in kütlə payı 25%. O da C variantı.